bəzi gecələrdə dud işlədərəm. Düyünün üstünə təzin üçün səpərəm. Bundan edərəm. Mən özüm evdə çəkərəm. Bu dövrə 6-cı dövrə cəşnləri qolabgiridir ki, xaslıq eləyər və əziz mərdumlar gözəl. Biz Gülabi bu ayda Xordad ayında gedərik, yığarıq bağlarımızdan, gətiririk, qəşəng neyləyi, qazları qoyarıq, gülobları çəkərik. Üstdən şılankını qoyarıq neyin içinə, aram-aram gedər, aşağıdan da onun təri gələr, tökülər, qaba, kanal qoyarıq. Bəli. O, yavaş-yavaş, onlar nəmələr qoyarıq. Hər havlada işlədərik, şərbətdə işlədərik, hər nəmələrə bir niyazı olsa, uşaqdır, birdən gözdən istifraq eləyir, gətirir uşağa birlik. Mərizliyib məsələ. Ona verərik, o, məsələn, şərbət eləyəndə düzəlir. Bəli. Bağışdırır ki, indi böyün axşama kimi oturmuşuq burada, əslən nə qıçağısı biləcək, nə qolağısı biləcək. Və əsabımız rahat olur. Əlhəmdülillah. Qədim adamların rəvişini götürmüşük, onlar eləyiblə biz görmüşük, biz də öyrənmişik, bu rəvişini Gərək gedirik. saxlayaq balalarımıza. Balalarımız da bizdən öyrənərlər. Afərin. Allah sizdən razı olsun. Qızılgül bağın olsun, bağlar oylağın olsun. Tanrıdan ilcin budur, at minən çağın olsun. İstəyirəm deyəm ki, cülab fəqət bir məhsul deyil. Cülab zəhmətin ətridir, səbrin ətridir və torpağa bağlılığın ətridir. Arzu eləyirəm ki, xoyun gülləri həmişə açılsın və ətri həmişə yayılsın və şadlığımız həmişə davam eləsin. Arzum budur ki, bu qazanlardan qalxan ətir həmişə xoyun tamam küçələrinə yayılsın. جشنواره گلابا خوش جلسه. Zinəm xoy gülü, xoy maralı, xoy gülü. Bizə qonaq gələndə əldə çəkir xoy gülü. Salam arz edirəm bütün bizi görüb eşidən dostlarımıza. Xoy şəhristanındayıq. Hər il Xordad ayında bu gözəl şəhərdə gülab çəkmə mərasimi qurulur və bu ildə 6-cı dövrəsidir. Bu mərasimin bütün xoyluların huzurundan, qonaqpərvər, qonaqsevər, hünərmənd xoyluların huzurundan bu mərasim çox gözəl, çox fəxrlə başlanıbdır. Hər kəs də bizi görür, səsimizi eşidir, yolunuzu gözləyirik. Xordad ayının 17-sindən 21-nə tək bu mərasim bərqərar olunacaq Banovan Parkında. Bəli, əvvəllər gülab çəkərdim, bəli, indi daha biraz sinnim getir çəkəmirəm və çox xoşalam ki, gəlmişəm bura. Şəhrimizdə bu cüvi bərnamələr icra olurlar və bərqərar edilənlərdən çox təşəkkür edirəm. اینجا شهر خوش، شهر گلهای ناب محمدی، شهر گلهای آفتابگردان، شهر پوریای جاویدنام، شهر شمس پرفروغ همیشه تابان. ما در آیین گلابگیری هستیم در مجموعه فرهنگی ورزشی بانوان این شهر که بیش از 45 تا نیگازان özdilimiz buyda məşğul gülabgiri və bu qızıl güllərin əsarəsini çəkməkdirlər və həmrah غرفه‌های مختلف، غذاهای محلی، صنایع دستی و در خدمت همشهریان عزیز هستیم. Salam aleykum, yorulmayasınız, vaxtınız xeyir olsun. Siz ki özünüzü mərif edirsiniz, buyurun ki, kullən hansı şirkətdən, hansı در واقع müəssisədən varsınız və işləriniz nə-mənədir? واحد بسته‌بندی گیاهان دارویی اولین tolid کننده نمونه هر سه جشنواره‌dan təndis almışıq. بسته‌بندی گیاهان دارویی، میوه خشک، سبزی خشک و bu cür bizlər در حد صادرات işləyirik. انواع اقسام صنایع تبدیلی ilə xidməti zəif qoyda.
bağlaram bu gülləri siz verirsiniz. Başlamışam burada öz gülümdən şam özümdə böyük zəminin öyrəsini kümbətdədir. Dədə babamdan qalıb nə ki tənə özüm bu bara gəlmişəm. Dədə babamdan qalıbdır. Heç vəc o ağacın ki biz dava vuracaq güləhmirik bağalına. Bu biri. İkincisi də əgər da gül ərmişi bar ağacının arasındadır ki ona dava vuracaq, o zaman ki vurulur ve kollən bizim gülümüz onçuya gəliniyib biz o davanı rəf edirik. O da nə dava? Dava vurur qut davası ki fəqət qut düşməsin ağaca. Züldən dən oldu, dəymədim xəndan oldu. Mən səndən ayrılmazdım, ayrılmaq səndən oldu.